Salam, hər vaxtınız xeyir. Bugünkü buraxılışımızda kiber təhlükəsizlik dünyasının ən kritik, amma ən az danışılan tərəfinə toxunacağıq. Kiber cinayətlər yalnız texnologiya deyil. Onlar eyni zamanda insan qərarları, panika, liderlik və komanda ruhudur. Bir sistem sındırıla bilər, amma sual budur. Bəs komanda necə? Komanda sınırmı? Komanda necə davam edir? Bugün bizimlə real məsələlərdə iştirak etmiş, kriz anlarında qərar verməyin nə demək olduğunu bilən kiber ekspert Sadiq İsmailov var. Xoş gəlmisiniz Sadiq bəy. Salam əleykum Ayda xanım, mən də sizi salamlayıram. Təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun, minnətdaram. Və mən bu günlər sizə bu mövzuda bir neçə suallar verəcəm. Və ilk sualımız belədir ki, real kiber insident zamanı ilk 10 dəqiqə nəyi həll edir? Texnologiyanı yoxsa komandanın reaksiyasını? Aydındır, sual aydındır. İlk olaraq gəlin bildirək ki, bizim izləyicilərimiz də məlumatlı olsun ki, kiber hücumlar xəbərdarlıq ya hansısa bir elanla başlamır da. Yəni onlar bir məlumat verilmədən hansısa bir müəssisəyə məlumat olmadan başlayır. Yəni bu çox zaman sanki sakitlikdən öncəki bir fırtına kimi yəni hadisə baş verir. Və bunlar da bəzi vaxtda cümə günləri və yaxud da ki hansısa bir bayram, yəni uzun müddətli bir bayram fasilərindən öncə olma ehtimalları da yüksəkdir. Belə olan halda bir qısa statistik məlumat da var. Yəni böyük şirkətlərin kiber hücuma məruz qalması orta hesabla 200 gün sonra aşkar olunur. Yəni bu o deməkdir ki, yəni çox hallarda kiber hücum qaçılmaz olduğu halda əsas komandaların iradələridir, onların düşüncə tərzləridir, onlara mənfi təsir, müsbət təsir olmasını bu günləri müzakirə edəcəyik. İlk 10 dəqiqəyə gəldikdə isə düşünürəm ki, bu çox vacib bir müddətdir. Çünki ilk dəqiqələrdə, ilk 10-15 dəqiqə ərzində bu hücum əgər yanlış siqnal kimi qəbul olunsa, yəni false pozitiv kimi qəbul olunsa, onda o zaman IT mütəxəssislər onu diqqətə almasalar, kiber hücum edən tərəf şəbəkədə kök salır, artıq bir müəyyən olunmuş istiqamətlər üzrə özlərinin artıq planlarını vururlar. Amma sistemlərdən, məsəl üçün, bəzi sistemlər var, XDR və CM kimi log sistemləri var. Oradan IT mütəxəssislər bu loqlara baxıb sürətli şəkildə ona bir qərar versələr ki, bunu hücumu bir izolyasiya etmək üzərində çalışsalar, düşünürəm ki, belə də edirlər. Düşünürəm ki, o zaman bunu qısa müddət ərzində davam etmək olur və çox önəmli bir müddətdir ki, bunu ilk dəqiqələrdə reaksiya göstərsinlər. Təşəkkür edirəm. Əslində çox maraqlı bir fakt idi ki, 200 gün sonra artıq bunu insanlar, şirkətlər fərqinə varırlar və mən heç bu məlumatı eşitməmişdim və mənim özümə də çox maraqlı gəldi. Növbəti sualım bundan ibarətdir ki, sizin özünüzün iştirak etdiyiniz, olduğunuz ən çətin kiber insident hansıdır və orada komandanın təslim olmamaq nöqtəsi harada idi? Bu haqda danışa bilərsinizmi öz təcrübənizdən? Təslim olmamaq, bu biraz şirkətlərə bağlı olan bir şeydir. Yəni bu şirkətlərin arxitekturasının nə qədər böyük, balaca olmasından ölçülə bilər bu meyar. Yəni elə bir müəssisələr var ki, onların hansısa bir database-ləri və yaxud da ki, məlumat mərkəzləri bir fayllardan ibarətdir. Yəni o hücum olunsa da belə, olunmasa da belə o fayllar yenidən bərpa olunma ehtimalı var. Yəni onlar çox bu hücumlara önəmsəmirlər. Amma söhbət böyük şirkətlərdən gedirsə, bəli, burada ransomware hücumlarından danışa bilərik. Günümüzdə ransomware hücumları dünya üzrə müəyyən bir faiz nisbətilə çox irəliləyir. Səhv eləmirəmsə 2025-2026-cı illərdə bu 15-20% artıb yəni. Daha çox ransomware hücumları olan ölkələr daha çox okean tərəfində Amerika, sonra Kanada, Avstraliya ola bilər. Avropa ölkələri, iqtisadiyyatı daha yüksək olan ölkələr. Burada müəyyən bir dövriyyələri var. O dövriyyələr üzrə şirkətlər, qruplar o şirkətlərə hücumlar edirlər və təbii ki də məqsəd ancaq qarşı tərəfin sistemlərini çökdürüb onlardan əvəzində sistemləri bərpa etmək üçün müəyyən bir maddi vəsait tələb etməkdir.
Çox vaxtlarda bu sistemlərə hücum edən zaman şirkətlər öz backup fayllarını qorumağa çalışırlar və belə də etmək lazımdır. Çünki ransomware hücumundan sonra siz backuplardan hər bir şey bərpa etmək tələbi yaranır. Gözləmək lazımdır ki, backupları daha etibarlı, şəbəkə üzrə daha etibarlı yerlərdə saxlasınlar. Backuplar daima test olunsun, ya backup çalışır yoxsa yox. Backup etdikdən sonra bunu mütəmadi restore etmək lazımdır. Sonra böyük orqanizasiyalarda, böyük təşkilatlarda ehtiyat mərkəzlər olur. Disaster recovery site deyirik biz buna. Azərbaycanda gəldikdə isə maliyyə sektorunda bu kifayət qədər yaygındır. Üst regulyatorunda tələbi buna çox inkişaf etdirir bunu. Və disaster recovery saytlar ransomware hücumları zamanı çox lazımlı və yerinə düşən bir infrastrukturda yerinə düşən bir məqamlardır ki, sistemləri bərpa etmək mümkün olur. Amma mütləq ki, ransomware hücumlarında backupların da enkripт olunmasının qarşısını almaq lazımdır yəni. Təşəkkür edirəm. Yaxşı, təsəvvür edək ki, bir krizdir və bu kriz anında komandanın panika ilə peşəkarlıq arasındakı fərqi bəs necə siz hiss edirsiniz? Belə hallar əfsuslar olsun ki, hücum zamanı komandalar özlərini hər iki tərəfdən apara bilirlər. Yəni həm panika ilə düşürlər və yaxud da ki, peşəkarlıq da göstərə bilirlər. Peşəkar komandalar daha çox senior və bu sahədə artıq praktikası olan yoldaşlar olurlar ki, düşünürəm ki, peşəkarlıq da göstərmək lazımdır. Çünki peşəkarlıq, düşünün ki, hadisə olub, panik olduğu zaman hər kəs danışır, hər kəs bir-birini günahlandırır. Hadisə qalıb qıraqda, yəni insanlar bir-birini günahlandırmaqla daha çox. Bəli, insanlar daha çox bir-birini günahlandırır, hamı danışır, hər kəs bir-birinə mən sənə dedim bunu belə etməyək, belə edək kimi belə deyək bu frazalardan istifadə edərək günahlandırırlar. Amma peşəkar komandalar daha çox hadisə zamanı daha sakit, daha hadisənin dəf edilməsi üçün hər kəs özünün strukturlaşmış şəkildə öz işini davam etdirməyə fokus olurlar. Və nə edək, daha çox nə edək sualını ortaya qoyurlar. Digər bir hadisələri artıq hadisə tam dəf ediləndən sonra, digər məsələləri hadisə dəf ediləndən sonra müzakirə edilməsinə daha fokus olurlar. Düşünürəm ki, peşəkarlıq olan zaman artıq panika ilə peşəkarlığın müqayisə etsək, peşəkarlıq olan zaman hadisə də daha da yaxşı, sürətli şəkildə dəf olunur və insanlar da panikaya düşmədən bu işin öhdəsindən gəlirlər. Əslində çox yaxşı bir məqama toxundunuz ki, həmin o kriz anında hamı bir-birinə deyir ki, sən etdin, sən bunu niyə belələdin və bu bir kommunikasiya probleminə gətirib çıxardır. Yaxşı, biz bir kiber hücum zamanı ən böyük səhv nədir? Texniki səhvmi, yoxsa bizim danışdığımız kommunikasiya problemi? Başa düşdüm. Texniki belədir ki, bilirsiniz, texniki biliyi olmayan və yaxud da ki, insanı sən texniki biliyi inkişaf etdirmək də olar. Məsələ onun kommunikasiya tərəfindədir. Düşünürəm ki, kommunikasiya təkcə insanların bir-biri ilə danışması məsələsi deyil. Yəni onlar üst rəhbərliyə məlumatı düzgün ötürməlidirlər. Sonra burada şirkətin reputasiyasından söhbət gedir. Yəni imicinə təsir edən məqamlar var. Yəni onlar hansısa bir hadisəni komanda daxilində özləri həll etməklərini razılaşıblarsa, bu 1 saatdan sonra, 2 saatdan sonra daha ciddi fəsadlar verə bilər. Amma bunu əvvəlcədən rəhbərliyə düzgün kommunikasiya etmək lazımdır. Bu düzgün kommunikasiya edən zaman sən artıq məlumatı təkcə rəhbərlik deyil, yəni məlumatı eyni zamanda dövlət qurumlarından da sən bölüşmək məqamları var. Bu istər prosedur qaydalarda, istər də bu bütün bu kiber təhlükəsizlik və informasiya təhlükəsizliyində olan yoldaşlar məlumatlı olurlar. Bu Rabitə Nazirliyi, Azərbaycan Respublikasının danışırıqsa, Rabitə Nazirliyinin tərkibində CERT komandası var. Sonra əgər bu dövlət qurumudursa, CERT-COV komandası var. Yəni bunlara mütəmadi olaraq kommunikasiyanı düzgün şəkildə ötürmək lazımdır. Bu da tələblərdən irəli gəlir təbii ki.
Yəni düşünürəm ki, kommunikasiya çox önəmlidir. Hadisələr də olan zaman yanlışlığa yol verilmədən kommunikasiya olunmalıdır yəni. Mən tamamilə sizə qatılıram. Ümumiyyətlə mən öz sahəm PR olduğuna görə və biz ən çox kriz anlarında yada düşən adamlar oluruq və bu kriz anlarında mütləq şəkildə hansısa bir şöbədən və yaxud da ki, hansısa bir yerdə kriz çıxırsa, bu PR komandası və rəhbərliklə mütləq şəkildə danışılmalıdır və kriz o birlikdə qurulan plana əsasən hərəkət olunmalıdır ki, burada hansısa bir səhv bir kommunikasiya, kiçik bir səhv kommunikasiya problemi böyük fəsadlara gətirib çıxarda bilər yönündə. Yaxşı, güclü kiber komandaların digərlərindən fərqləndirən əsas xüsusiyyət nədir? Bacarıq yoxsa düşüncə, yəni? Bəli, düşüncə tərzi mindset deyək. Düşüncə tərzi çox önəmlidir. Çünki sən bacarıq dediyim kimi, yəni texniki bir əməkdaşı sən öyrədə bilərsən, amma düşüncə tərzi bu hadisə zamanı sən situasiyaları necə ram etmək, kimlərlə, yəni ümumiyyətlə rəhbərliyə, komandanın rəhbərliyə təzyiqi də var da, yəni burada düşünün də, yəni siz niyə bunu belə etdiniz və yaxud da ki, bu niyə belə hadisə baş verdi, bəs biz bir neçə 100 minlik avadanlıqlar almışdıq filan da, belə bir məntəqələr var da. Yəni ona görə sən eyni zamanda rəhbərliklə komandanın arasında bir balansı da qorumaq lazımdır. Burada rəhbərliyin təzyiqini də, onu da elə bir şəkildə qəbul eləməlisən, elə bir şəkildə dəf etməlisən ki, komandanın yükünə çox da təsir eləməlisən. Çünki komanda bu davam etdirməlidir, yəni bu hücumun qarşısını almaq lazımdır. Düşünürəm mindset, düşüncə tərzi, bəli, düşüncə tərzi çox önəmlidir. Texniki tərəfini sən inkişaf elətdirə bilərsən, amma adam düşdüyü situasiyada özünü kontrol edib, özünü toparlayıb. Bu təkcə IT kriz anlarında baş vermir, yəni adi bir zəlzələ deyək ki, olduğu halda. Bütün sahələr, bütün həyati məsələlərdə. Sən gərək biraz soyuqqanlı olasan və hadisə olduğu, ya nə bilim bir maşındır, dirəyə dəydi. Yəni panik etmək və yaxud da ki, bu yəni işini sən uzadırsan da, yəni belə olan halda toparlamaq lazımdır. Bu da biraz insanla bağlı olan bir şeydir, insanın xarakterindən bağlı olan bir şeydir, amma bunu vərdişlə daima inkişaf etdirmək nə dərəcədə olar, bu təbii ki də gərək daima sən belə hadisələrdə olasan ki, yəni Allah zor eləsin. Amma kriz anlarında düşünürəm ki, düşüncə tərzi çox önəmlidir. Bəli. Yaxşı, növbəti bir sual verim ki, real insidentlərdə liderin rolu nə qədər kritikdir? Lider səhv qərar verərsə, komanda onu necə düzəldə bilər, necə kompensasiya edə bilər? Bu yenə də bizim kommunikasiya tərəfinə gəlir. Lider dediyimiz şirkətin rəhbəri ola bilər, bu IT lider də ola bilər, IT şirkətin qrup rəhbəri də ola bilər, yəni üst tərəflər. Bəli. Düzgün kommunikasiya olmalıdır. Yəni əgər səhv qərar məsələsidirsə, bu da biraz şirkətin daxilindəki duran strukturla biraz gərək ölçülə bilər. Şirkət var ki, ancaq rəhbərlik nə deyirsə onunla davam edilir. Yəni rəhbərlik deyirsə bunu belə eləyək. Amma belə situasiyalarda gərək komandanın özünün bildiyi bir şeyi buraxmaq lazımdır ki, yəni ki, komanda özü nəsə bilir. Yəni mən deyirəm üst rəhbərlikdən. Ona görə də IT-nin rəhbəri rahat şəkildə bu məsələlərə ram olur və komandanı dediyim kimi üst rəhbərliklə bir təzyiqindən biraz qorumağa çalışmalıdır. Çalışmaq lazımdır ki, bir zaman çərçivəsində, bir ayrılmış zaman çərçivəsində onlara dəstək olunsun və o dəstəkdən irəli gələrək komanda da ruhlanır və yəni biraz motivasiya vermək lazımdır. Yəni bu kiber hücum belədir ki, qaçılmazdır. Əsas odur komandanın iradəsi, necə ki əvvəldə bildirmişdim, iradəsi və onun ruhu, onun motivasiyası yüksək olduğu halda o da rahat şəkildə dəf olunur hadisələr. Əslində bizim podkastımız maraqlı gedir, axıcı gedir. Amma mən sizə ən sonuncu sualı vermək məcburiyyətindəyəm artıq. Bugünkü gənclər üçün kiber təhlükəsizlik sahəsində olmaq istəyənlər və yaxud da ki, gənclər gənc deyil də müəyyən bir yaş qrupunda artıq bu sahəyə qoşulmaq istəyir, bu sahədə özünü tapmaq istəyir. Ən vacib deyəcəyiniz real dünya dərsi nədir? 3 ən vacib belə deyək. 3 ən vacib. Bəli. Gəlin ilk öncə hansısa bir mürəkkəb infrastrukturun qurulması tələbini
qarşı tərəfə qoymaqdan biraz yayınmaq lazımdır. Çünki əməkdaşlar gələn kimi, şirkətə daxil olan kimi həmən şirkət rəhbərliyinə bir yarım milyon dəyərində bir avadanlıq və yaxud da ki, hansı bir applicationlar, hansı sistemləri aldırmaq tələbini yaradırlar. İnanın ki, rəhbərliklər bunu sevmir. Yəni mənim özüm də IT rəhbərəm. Yəni inanın ki, heç bir şirkətin direktoru bunu sevmir. Ki sən gələn kimi şirkətə daxil olan kimi yarım milyon manat və yaxud da ki 1 milyon manat civarında hansı sistemlər tələb edirsən, şirkətin əməkdaş sayından asılı olaraq bu rəqəm dəyişə bilər də, yəni user sayından asılı olaraq. Mütləq ki, tələblər formalaşmalıdır. Yəni sən başa düşməlisən bir soft, yəni bu məsələlərə soft yanaşmaq lazımdır. Yəni əgər multifaktor authentication qoşmaq lazımdırsa, həmin hər bir sistem üçün application almaq lazım deyil. Mürəkkəb arxitekturadan qaçmaq lazımdır. Çünki mürəkkəb arxitekturanın özündə də hücum olunan zaman sən o mürəkkəb arxitekturanın içində başlayırsan ki, yəni bu hücum hardan gələ bilər də, yəni. Nə qədər sistemlərin sayı çoxdursa, bir o qədər sən onların boşluq tərəflərini məcbursan ki, yəni doldurasan da. Bu birinci çox önəmlidir. İkinci məsələ düşünürəm soft skills önə çəkərdim. Yəni texniki olmayan insana texniki məsələni izah etməyi bacarmaq lazımdır. Bütün şirkət rəhbərlikləri IT olmaya bilər də, yəni. Onu sən gedib danışsan ki, o XDR-dan belə bir nəsə gəldi, SOAR bu işi belə gördü, CM burada mənə istədiyim avadanlıqdır deyəcək, sən nə danışırsan da, yəni. Mən bu sözləri bilmirəm də, yəni. Belə kifayət qədər o komedi verilişlər də var, yəni. Buna bağlı mənim bir təcrübəm olubdu. Bir rəfiqəmlə sözünüzü kəsirəm, amma çox maraqlıdır. Biz böyük bir şirkətlərin birinə çağırıblar bizi, daha doğrusu holdinqə çağırıblar və rəfiqəmim ona IT şirkətinin açılması üçün, böyük bir IT şirkətinin açılması üçün ona təklif ediblər. Rəfiqəm də xaricdə çox yaşayıb, çox xarici təhsillidir və normal həyatında da bu qız ingilis dilində düşündüyünə görə və hər şey ingilis dilində ifadə etdiyinə görə çox irəlidə olduğuna görə maddi cəhətdən, yəni onsuz da onun dalğasına hər insan düşə bilmir. Frekansı çox yuxarıdır. Biz ikimiz də oturmuşuq, holdinq rəhbəridir. Rəfiqəm danışır ki, başlayıb çox terminlərdən istifadə etməyə. Bir cümləsində bəlkə yəni 2-3 dənə başa düşəcək deyirlər. O da başa düşmür, yəni çox normaldır çünki adam IT sferasında deyil, süni intellektdən xəbəri yoxdur. Ümumiyyətlə, yəni adamın öz başqa bir sahəsi var, o sahəsi üzrə. Mən də ayağına vururum ki, danışma belə. Axırda rəfiqəm başa düşmür. Holdinq rəhbəri dedi ki, yo, mən başa düşürəm. Rəfiqəm başladı biraz da artıq danışma. Dedi, yo, mən başa düşmürəm. Siz əvvələ qayıdın. Ona görə bəzən olur ki, bilmirsən ki, elə bilirsən ki, rəhbərlik səni çağırıbsa bu sferada, bu istiqamətdə, sən elə ondan bu tərzdə danışmalısın, amma yəni o deyil də, yəni insanın investisiya edən adam və yaxud da ki, bir şey qurmaq istəyən o sahədə olmaya bilər. Yəni o başa düşəcək sadə dildə və səmimi dildə danışmaq lazım. Bu ən böyük problemlərdən biridir. Texniki dili gərək sən biznes dilinə çevirmək üzərində işləyəsən. Hər dəfə şirkət rəhbəri bu tonusda davam etdiyimiz zaman şirkət rəhbəri, yəni sən artıq ignora keçəcək və mütləq ki, belə deyək ki, bunu bir ciddi boşluq kimi görəcək. Sən başa düşmürsən, yəni bitdi məsələ. Üçüncü məsələ düşünürəm ki, ümumiyyətlə bir texniki bu kiberhücum qaçılmazdır, yəni kiberhücum olma ehtimalından yaşamaq lazımdır. Amma kiberhücum olan zaman da nə etmək lazım olduğunu yerinə qoysunlar. Yəni kiberhücum olan zaman nəyi necə edəcəksənsə o ssenarini gərək hazırlaşsınlar o ssenariyə. Kimlərsə hazır olmadığı zaman panikaya düşəcək. Kimsə hazır oldu, peşəkardırsa hazır olacaq ona. Yəni sən mütləq ki, backupların olmalıdır. Sənin mütləq ki, bir incident response tərəfinə baxan komanda varsa, oradan gələn bir inputlar olmalıdır. Və s. yəni bunu sıralamaqla. Yəni ona görə log sistemlərin yerində olmalıdır ki, bir başa düşəsən.
Düzdür, bu sistemlərin hamısının altında bir büdcə durur, amma belə çətin ssenaridən başlamaq da lazımdır. Yəni ona görə daha vacib elementləri ilk öncə tətbiq etməklə davam etmək lazımdır. Düşünürəm ki, bu üç faktor, yəni birinci, sən mütləq ki, ağır sistemlər, daha çox application-dan istifadə etməməklə fəaliyyətə başlamaq lazımdır. Çünki bir sən əssetləri biləsən. İkinci, soft skills mütləq lazımdır. Texniki dili biznes dilinə çevirmək lazımdır. Üçüncü də sənin bu kiber hücum zamanı yəni nə edəcəyi ssenarini əvvəlcədən ən azından bilmək lazımdır və bir plan olmalıdır. Yəni. Təşəkkür edirəm. Buyurun. Çox sağ olun. Kiber təhlükəsizlik yalnız kodlardan ibarət deyil. Bu qərar vermək, məsuliyyət götürmək üçün və ən çətin anda belə geri çəkilməməkdir. Unutmaq lazım deyil ki, sistemlər çökə bilər, amma güclü komanda heç vaxt və heç bir zaman çökmür. Bugün bizimlə olan Sadiq İsmailova təşəkkür edirik. Çox sağ olun, çox dəyərli məlumatlar bizim üçün qatdınız. Var olun. Mən də sizə təşəkkür edirəm dəvətiniz üçün. Düşünürəm ki, bizim bu podkastımız dinləyicilər üçün maraqlı olur. Mən də elə düşünürəm. Çox sağ olun. Hələlik görüşənədək.